Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək ciddi fəsadlar törədir. Doğru Xəbər Azərbaycan xəbər verir ki, küləyin təsirindən şəhər ərazisində 6 iri gövdəli ağac aşıb. Aşan ağaclardan biri şəhərin Abbas Səhət adlanan yaşayış massivində qaz xəttinin üzərinə düşərək onu sındırıb. Bu səbəbdən həmin ərazidə qazın verilişi dayandırılıb. Hazırda Gəncə şəhərində küləkli hava şəraiti davam edir deyə məlumatda bildirilib. İndi isə oktyabrın 11-nə gözlənilən hava şəraiti ilə sizi tanış edirik. Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi əvəz olunacaq. Temperatur gecə 15-18, gündüz 20-24 dərəcə isti, atmosfer təzyiqi isə 760 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da yağıntı ehtimali yoxdur, lakin arabir bəzi yerlərdə çiskin olacaq. Havanın temperaturu 23-25 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında hava yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq rayonlarda qısa müddətli yağış yağacaq, şimşək çağacaq, dolu düşəcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.